Yəni sən onlarla birini cəlb elədin. Erkək tovuz quşuna baxmısınız da ki, riski dişi görə ki, qanadlarını açır. Səsi idbar. Bəli. Amma yenə də dişi ona tərəf gedib hansısa bir özəlliyinə görə, səsinin tonuna görə, nəyəsə görə seçir onu ki, görək verdiyi nəsil yaxşıya doğru gedir. Əlbəttə ki, bizi heyvanlardan fərqləndirən xüsusiyyət bizim şuurumuzun olmağıdır. Şuurun yaxşı inkişaf eləmək üçün də zəkamızın önəmi, yəni zəka dərəcəmizin önəmi burada özünü göstərir. İdmana gələk. Mən özüm də qeyd elədiyim kimi idmanla məşğulam. Hətta bizim zalda 60 yaşında bir xanım var. Muay Thai ilə məşğuldur. O demək deyil ki, o ringə çıxacaq. Amma mən şəxsən Yusif müəllimdir. Müəllimin adı çox möhtəşəm bir insandır. Hər kəsə arzu eləyirəm elə bir koçla rastlaşdım. Və onunla müzakirələr aparıram ki, mən xanımlardan soruşa bilməyəcəm. Xanımların gəlməkdən məqsədi nədir? Temboli döyüş sənətinə. Deyir, çoxunun probleminə baxanda görürəm ki, əks cins tərəfindən fiziksel şiddətə məruz qalıblar və yaxud da ki, artıq daha güclü olmaq istəyirlər və yaxud da görünüş daha yaxşı olmalıdır. Keçək bəylərə. Bəylərlə də sırf fitnesslə, belə deyək də, bədən şəkilləndirməklə məşğul olan bəylərlə müzakirələr aparıram. Onların da dünən elə zaldaydım, fitnesslə məşğul olan zaman baxıram ki, içəridən qarmon havası uçuşur da, hər kəs bir dəmirə təzyiq göstərir. Bəli, o səsləri mən çıxartmaq istəmirəm.